Salam maarifçilər, xoş gördük hamınızı. Uzun bir aradan sonra yenidən podkast çəkilişi ilə qarşınızdayıq. Bugünkü mövzumuz özünə güvən haqqında olacaq. Özünə güvəndə nitqin rolu haqqında danışacağıq və bu barədə təbii olaraq bir seçimim var. Zaur bəy dəvət eləmişəm. Zaur bəy bu haqqda geniş məlumat verəcək. Bütün suallarımı da qeyd etmişəm öncədən. Zaur bəy, xoş gördük sizi. Öz gülüşümlə sizi salamlayıram. Xoş gördük. Xoş gördük. Zar bəy, izləyicilərin mənə ən çox verdiyi sual, Arif bəy, özünə güvən haqqında video hazırlayın. Necə olum ki, mən özünə güvənli olum? İnsanlar içində rahat danışam, bir xanıma yaxınlaşanda daha rahat özümü ifadə edə bilim. Çox gözəl bir sualdır və mən bu sualı bir neçə il öncə özümə də verirdim ki, mən necə rahat olum? Rahat danışım, təsir eləyə bilim, inandıra bilim. Xüsusilə ən önəmli detal bədən dilindən, səsindən, söz ehtiyatından doğru formada istifadə etməkdir. Bu gün bir insan əgər yaxşı danışığı ilə təsir eləmək istəyirsə, özünə güvənli olmaq istəyirsə, birinci duruşu ilə, səsi ilə, sözü ilə təsir eləməyi bacarmalıdır. Çox insanda bu yoxdur. Ya duruşdan geri qalır, ya səsdən geri qalır, ya da sözdən. Məsələn, çox gözəldir, amma söz ehtiyatı yoxdur. Və yaxud da söz ehtiyatı var, səsi də var, gözəlliyi yoxdur. Eləcə də adamın biliyi var, savadı var, amma bədən dili ilə səsin harmoniyasından, yəni qeyri-verbal vasitələrdən istifadə edə bilmir və təsir eləmir. Aha. Gözəllik demişkən, adətən yəqin siz də rastlaşmısınız. Baxırsan ki, gözəl bir xanımdır. Baxırsan, ilahi, necə gözəl yaratmısan. Amma ağzın açdı, deyirsən sus, sus danışma. Bu yaxınlarda bir qısa hekayə yazmışdım. Ayna ayna, söylə bana, bəndən gözəl varmı dünyada deyən bir xanım. Əgər yaxşı səslə demirsə, ayna ayna, məndən gözəl var dünyada deyirsə, ayna deyir ki, yəni güzgü deyir ki, səndən gözəli var. Daha çoxdur. Çünki sənin nitqin yaxşı deyil. Sən doğru səslə özünü ifadə eləmirsən. Bu gün əgər bir xanım gözəldirsə, onun gözəlliyini özəl edən onun nitqi olar. Bəli. Onun səsi olar, onun məlahəti olar. Gözəl bir ifadə var, deyir ki, lətafətli insan camalı ilə, gözəlliyi ilə təsir edir. Amma lətafətin yanında məlahət olmalıdır. Məlahət nədir? Səsdir. Bəli. Sözdür, təsirdir. Yəni bir insan gözəlliyi ilə bir dəfə, iki dəfə təsir elədi. Axı davamlı olmalıdır. Və Sar bəy, düzgün danışa bilməyə ən əsas nə mane olur? Ümumiyyətlə insanlar bilik toplayırlar, özlərini təkmilləşdirirlər. Sadəcə ünsiyyət biliyinə və savadına sahib ola bilmirlər. Ünsiyyət savadı nədir? Yəni mən söz ehtiyatımı artırdım. Yəni düşündüm və götürdüm. Ondan sonra nə edirəm? İfadə eləməliyəm. Çox maraqlıdır ki, insan düşündüklərinin sadəcə 20%-ni qarşı tərəfə çatdıra bilir. Maraqlı bir detaldır. Məncə. Çünki düşünürük, 20% ağzımıza çatana qədər gedir. Ondan sonra 40% sənə çatana qədər getdi. Sənin anlama səviyyənə görə də 20% getdi. Nə qaldı? 20%. Və maraqlısı budur ki, biz həmin anda 20% necə çatdırırıq? Ağzımız işləyirmi? Mən çox vaxt bu ifadəni işlədirəm. Ağzımız işləyirmi? Necə işləyir? O yemək kimi yox ha. Çənəmiz, dilimiz, dodağımız açıqdırmı? Bugün anı deyəndə çənəmiz açılırmı? Və yaxud da ini deyəndə dodaqlarımız yana doğru gedirmi? Biz buna fikir verməliyik. Mən özüm natiqlik kursuna getməmişəm, bilirsiniz, inşallah gələcəm. İnşallah. Amma sizinlə çox ünsiyyətdə olduğumdan, indi əksəriyyət bilənlər bilir, bilməyənlər üçün də deyim ki, yəni bu çəkiş elədiyimiz studiya mənim özümə məxsusdur, Qari Media. Burada çox müştərilər gəlir, video çəkdirmək istəyənlər. İnsanlar danışmırlar. Siz deyirsiniz, A deyəndə ağız açılırmı, İ deyəndə kənara gedirmi? Baxırsan ki, sözü deyir Azərbaycan. Belə deməlidir. Deyir Azərbaycan. Deyirəm, qardaş, açsa, ağzı var, A denən. Azərbaycan. Bəli. A-nı de, A yox, A. Ağzını aç. Bəli. Yəni bir növ ağız tənbəlliyi mi deyilir, yoxsa? Bəli, ağız tənbəlliyi, artikulyasiya problemi. Çox təəssüf ki, orta məktəbdən, 1-ci, 2-ci sinifdən hərfləri öyrədəndə bizə bunu aşlamalıdırlar. Aha. Amma aşlamayıblar deyə. Hətta 1-ci sinifdə. Bəli. Mən
təklif edirəm ki, 1-ci sinifdə əlifbanı öyrəndik, hətta indi 5 yaşından öyrənirlər. Aha, bəli. Ondan sonra hərflərin düzgün tələffüzünü bizə aşılamalıdırlar. Mən A-nı deyəndə ağzımı açmalıyam. A Necə olmalıdır. ingilis dilini keçəndə bəzi bəli. səslər var, onu xüsusi, məsələn F hərfidir, onu xüsusi öyrədirlər. Hətta bizə biz 5-ci sinifdən keçmişik də, bizim dövr üçün indi 1-ci sinifdən. Məsələn onda S fəslidir, bəli, TH-in birləşməsidir, Ş-dır, CH-in birləşməsidir. Onları xüsusi tələffüz etdirirdi müəllimə bizə ki, yəni bu belə deyil. Məsələn R hərfidir. R bir R deyəsən bizim kimi, bir də var R. R gedir arxaya. Yəni tamam fərqli. Bu Azərbaycan dilində də var. Hər bir dildə var. Amma biz bunu keçmirik. Misal K-lar, G-lar, Y-lar, C-lar, Ç-lar. Azərbaycanda ən məşhur problem nədir? C-Ç. Düzdür. Yaxşı ki bilirik problemdir. Bu əladır. Amma C-nin, Ç-nin arxasında yatan detallar var axı. Sahitlərin doğru tələffüz olunmaması. Aha. A-ların, İ-lərin, Ə-lərin, E-lərin ağzımızdan düzgün çıxmaması. Bu tipli problemləri həll etməmiş toplum tərəfindən ən çox deyilən məsələ nədir? C-si var, C-si var, C-si var, C-si var. Axı bu C-nin, Ç-nin arxasında başqa problemlər yatır. Adamın dodağı açılmır. Kökə enmək lazımdır. Bəli. Adam dilini işlədə bilmir içəridə. Dili topuq çalır. Aha. Və yaxud da çəni açılmır. İşləmir. Necə ki biz idmana gedəndə bütün əzələlərimizi işlədirik, ağzımızı işlətməliyik. 100%. Hədəf budur. Bəli. Bu arada Zar bəy C-C demişkən, mənim özümdə də bəzən deyirlər ki, elə bir problemim var. Videonun sonunda bir dənə C-C məşq edərik, bir 5 dəqiqəlik. İzləyicilər də baxıb sonda özləri məşq edərlər. İnşallah C-C problemi yaşayan bir insan kimi, 2 ay, 3 ay bunun üzərində işləyən biri kimi deyəcəm ki, nə etmək lazımdır. Tamamdır. Ona görə videonu sona qədər izləyin. Zar bəy, özünə güvəndən danışdıq. Aha. Özünə güvən bizim bu mentalitet olaraq harda daha çox özünü biruzə verir? Toyda. Mikrofonu uzadırlar. Bir 3 nəfər, 4 nəfər yığılıb tutaq ki, xala oğlanları, bir uşaqları, dostlar və s. Əminəm ki, mikrofonu birinci sizə ötürürlər. Deyir ki, Zar sən danışa bilirsən, al sən danış. Bəli, bizdə də olur. Sən niyə danışa bilmirsən? Mənə mikrofonu ötürürsən? Nədir problem? Bizdə də atamgil 12 qardaş olublar. Biri şəhid olub, Allah rəhmət eləsin inşallah. Və digərlərinin övladlarının toyunda avtomatik olaraq əmioğlanları düzülür. Aha. Əmioğlanları düzüləndə hər kəs mikrofonu götürür, xoşbəxt olun, xoşbəxt olun, xoşbəxt olun, xoşbəxt olun. Avtomatik olaraq sözü mənə verirlər. Bəli. Bu da normaldır çünki mənim sahəm natiqliklə, nitqlə bağlıdır. Amma ən böyük problem xoşbəxt olunun arxasındakıdır. Nədir? Adam həyəcanlanır. Bəli. Narahatdır. Bütün məsuliyyət sənin mikrofonu ona verirlər, itirib özünü xoşbəxt ol. Aha. Bitdi. Bəli. Xoşbəxt olun demək əslində ondan bir şey aparır. Amma ora qədər olan prosesi öyrənməliyik. Mən niyə özünə güvənsizəm? Mən niyə o mikrofonu götürəndə həyəcanlanıram? Mən niyə adamlardan, insanlardan qorxuram? Çünki auditoriya qarşısında danışmaq, insanlarla ünsiyyət qurmaq ölüm qorxusuna bərabərdə, hətta ölümdən də yüksəkdir. Hətta. Bəli. Bu yaxınlarda hətta bir fakt oxudum. Deyir ki, insanlar kütlədən kənar olanda, yəni onların qəbul etmədiyini düşünəndə öldüyünü sanır. Məsələn, mən danışıram, sən məni qəbul etməyəcəksən. Deməli mən ölmüşəm. Belə olacaq. Və avtomatik olaraq mən xoşbəxt olun ifadəsini deyəndə restorandakı 300 nəfərdən ən azından 10 nəfəri, 15 nəfər mənə qəribə baxsa, mən ölə bilərəm. Belə bir mesaj gedir mənə. Və mən danışmaqdan vaz keçirəm. Danışmaq istəmirəm. Deməli, özünə güvənin əsas detallarından biri ölüm qorxusuna qarşı mübarizə aparmaqdır. Aha. Həyəcanımızı idarə edə bilmək üçün. Təbii ki, mən bunun üçün fərqli texnikaları yoxlamışam. Bunlar elmi əsaslandırılmış texnikalar deyil, bunu da deyim. Xüsusilə Türkiyədə olanda özüm də tələbələrimə deyirdim ki, tanımadığımız insanlarla çox ünsiyyət quraq. Aha. Çünki tanımadığımız insanların yanında səhv eləmək qorxumuz azalır. Axı onları görməyəcəyik bir də. Onlarla ünsiyyət qurmayacağıq. Məsələn, mən 2 xanıma yaxınlaşdım. Biri Kosovalı idi, biri İraqlı idi və onlara dedim ki, mənim bir dostum məndən küsüb. Onlar sizlə bir yerdə video çəkək. Aha. Onlar razılaşdılar. Kameranı açdım və başladıq hər hansı bir fikri səsləndirməyə. Elə bir şey olmamışdı.
Aha. Amma o anda özümü rahatlatdım. Və yaxud da mən tələbələrimizdən Murad bəyə salamlayıram. Ona bir tapşırıq vermişdim 2023-cü ildə. Aha. Demişdim ki, Murad bəy, öz həyəcanınızı idarə etmək istəyirsinizsə, gedib aptekdən çörək istəyə bilərsiniz. Aha. Absurd bir şey. Absurd bir şey. Və Murad bəy eləmişdi. Onun videosu məndə qalıb. Hətta onu da bölüşə bilərəm sizlə. Yəni əczaçının Bəli. reaksiyası mənə çox maraqlıdır. Murad bəy orada deyir ki, sizdə çörək var. Deyir, nə? Çörək var sizdə. 2 dəfə, 3 dəfə artıq oradan bir bəy çıxır ki, nə danışırsan sən? Və həqiqətən də absurd bir şey istəmək o anda səndən nəsə alır. Sanki hiss edirsən ki, sən onlar tərəfindən qəbul olunmadın, amma bu sənin həyatında heç bir dəyişiklik yaratmadı. Aha. Budur məsələ. Maraqlı. Ən önəmli detal. Həmişə bizim studiyaya gələndə Zar bəy, deyirəm ki, sən Zar mikrofonu aralı qoya bilərsən, yəni problem deyil də, səsin çox gür çıxır. Bəli. İnsanların səsi çıxmır. Gəl. Bir növ. Bəli, səsi gəlmir. Ya elə sözün əsl mənasında səsi çıxmır. Aha. Mikrofonu yaxınlaşdırıram, indi çox yaxınlaşmıram, izləyicilərə səs problem yarada bilər. Bəli. Belə danışır bu qədər məsafədə. Əsasda xanımlar. Deyirəm xanım, biraz səsinizi daha yüksək eləyin və yaxud da aparatın səsini tam açıram ki, səsi tam götürsün. Necə biz indi rahat danışırıq. Bəli, bu səsin üzərində heç bir dəyişiklik, yüksəlmə olmamış versiyası izləyicilərə gedir çıxır. Yəni necə rahat və mikrofon bizdən nə qədər aralıdır. Bəli. Amma ki baxırsan ki, tək xanım üzərindən getmir ya, bəylərdə də belədir. Danışır, adamın səsi çıxmır. Deyirəm biraz ucadan danışım. Biraz sanki ucadan danışanda daha çoxmu səhv edəcəm, ondan mı qorxurlar, yoxsa səbəb nə olar sizcə? Ucadan danışa bilmirik. Səbəb budur. Necə? Nəfəs gücümüz icazə vermir ki, səsimiz gəlsin. Və yaxud da nəfəs gücümüz icazə verirsə belə, ağız aparatımız icazə vermir ki, o səs çıxa bilsin. Bu sanki bir qüsur kimi. Bəli, və qüsur deməyək, əslində bir-birindən asılı olan ansamblın üzvləridir. Aha. Və o orkestrda müxtəlif alətlər hər biri yaxşı işləmədikdə nəticə də yaxşı olmur. Aha. Məsələn, səsimizlə bağlı mən hər dəfə deyirəm ki, uca səslə və yaxud da ucadan hər hansısa bir şeir oxuyun. El bilir ki, sən mənimsən, yurdum, yuvam, məskənimsən, anam doğma vətənimsən. Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan. Amma biz bunu orta məktəbdə belə öyrənmirdik. Necə idi? El verirsən mənimsən, yurdum, yuvam, məskənimsən, anam doğma vətənimsən, danışıb yola verə getsin. Bu formada insanlara çatdırırdıq və avtomatik olaraq bizdən səs tələb edən yox idi. Bəli. Heç müəllimimiz də demədi ki, sən ucadan danış, səlis danış, əzbər aydın bildinsə danış. kifayətdir. Müəllimə nə lazım idi? 5 al. Əzbərlə 5 al. Məsələn, yenə o bağ olaydı, yenə yığışaraq siz o bağa köçəydiniz. Biz də muradımızca fələkdən kam alaydıq. Bax, kamı qaldırdım. Neynədim? Məntiqi vurğu qoydum. Bəli. Kam. Məntiqi vurğu qoymaqla o sözün hörmətini artırdım. Bəzən belə də gedişlər eləməliyik. Yəni intonasiyalı danışıq, tonumuzun fərqli olması üçün səsimizlə oynamalıyıq. Buna mimikalar da təsir göstərir. Bəli. Belə bir söz var idi, bilmirəm, bizdə idi yoxsa türklərdə idi, yəni belə eşitmişəm. Deyir, nə dediyin deyil, necə dediyin önəmlidir. Hal-hazırda nə dediyin də önəmlidir, necə dediyin də önəmlidir, niyə dediyin də önəmlidir. Məsələn, mən cümlədə hansı sözü qabardıram? Çünki onu vurğulamaq istəyirəm. Baxın, çünki səbəb verirəm. Nə deyirəm? Məsələn, deyirəm ki, Arif, bugün çəkişimiz var. Arif, bugün çəkişimiz var. Arifi qabartdım. Sırf sənə vurğulamaq istədim ki, bugün çəkəcək ya. Ondan əlavə, necə deyirəm? Arif, bugün çəkişimiz var. Necə demək? Artıq üslub qatdım. Ton qatdım. Sonra niyə? Arif, bugün çəkişimiz var. Çünki biz podkast eləməliyik və insanlara çatdırmalıyıq. Burada artıq səbəb verdim. Deməli, insanlar bizdən həm nəyi, həm necəni, həm də niyəni istəyir. Belə olacağı təqdirdə biz daha çox təsir edə bilirik. Çox gözəl.
Zarbel podkastın əvvəlində ingilis dilinə misal gətirdim ki, yazıldığı kimi səslənmir. Məsələn, onlarda bəzi CH yazılır falan, fərqli-fərqli səslənir. Azərbaycan dilində də elədirmi? Yəni insanlar baxıram ki, tutaq ki, yazılıb ora sabah biz podkast çəkəcəyik. Aha. Sabah biz podkast çəkəcəyik. Çəkəcəyik. Bəli. Necə yazıldı, elə də oxuyuruq. Sonu K ilə bitən sözlər, sonu Q ilə bitən sözlər təbii ki yazıldığı kimi oxunmur. Aha. Bəzi insanlar necə deyim, mədənimi olmaq istəyirlər, yoxsa yəni eləmi görüblər? Məncə elə görüblər. Çünki sizin kimi çox az adam var ki, çıxıb desin ki, bu belə səslənmir, belə səslənir. Aha. Və maraqlısı budur ki, onları qınaya bilmirik. Bəli. Niyə qınaya bilmirik? Çünki Azərbaycan dilinin tələffüz qaydaları tam olaraq formalaşmayıb. Biz əgər problem deyiriksə, biz əgər normala normal deyiriksə, deməli polisə də polis deməliyik. Orada bir boşluq var. Bəli. Düzdür? Və yaxud da mən hal-hazırda razılaşmıram ki, nəniyə babaya deyək. Nəniyə nədir? Babaya nədir? Mən Koroğlu metrosunun yanında bir dəfə dayanmışdım, adam götürəcəkdim. Oradan deyirdi ki, biniyə gedirəm. Həmin yerdə olan taksi sürücüsü bunu deyə bilər. Amma mən auditoriyada, səhnədə biniyə, nəniyə, babaya niyə deməliyəm? Düzdür, bəzi yanlışlar var ki, həqiqətən də onu düzəltmək lazımdır. Məsələn, nənəvin babavın. Nənənin babanın olmalıdır. Nənənin babanın, bəli. Nənəvin babavın artıq bildiyimiz ləhcədir. Özüvün. Olmaz. Amma niyə qınaya bilmirəm? Çünki vahid formada tələffüz qaydaları insanlara tam təkmilləşmiş versiyada çatdırılmayıb deyə. Biz fikir bildirə bilmirik. Məsələn, biri əgər deyir, biri əgər deyir. Qayda yoxdur. Qayda yoxsa əgər deməliyik. Bu yaxınlarda bir kitabda oxudum. 2011-ci ildə bir müəllif yazır ki, 2 saytın ortasında G samiti gəlirsə y-ya keçir. Əgər olur. İyi də olur o zaman. İyi də olur. Bu da vahid qayda olaraq tətbiq olunmur və biz bilmirik ki, səhv tutaq yoxsa tutmayaq. Məsələn, biz karifellərimizdən soruşuruq ki, bu necə deyə bilərik? Adam öz subyektiv fikirlərini deyir. Çox təəssüf ki, hal-hazırda tələffüz qaydalarımız subyektiv fikirlər üzərində dayanıb. Bu problemimizdir. Bir şey yadıma düşdü. Mənim universitetdə müəllimim deyirdi, hansı müəllim, professor, universitet, adətən elmlər namizədi, professor və s. belə olur. Deyir, hansı müəllim əgər ki terminlə danışırsa, demək ki, onun söz bazası zəifdir və savadı azdır. Bu terminlərlə danışanlarla münasibətiniz necədir? Maraqlıdır mənə. Terminlər özü ümumiləşik olmayan sözlərdir. Yəni toplum tərəfindən tam aydın bilinməyən, mənası başa düşülməyən ifadələrdir. Bəli. Mən deyirəm ki, artikulyasiya problemi, bayaq dedim. Bəli. Ağız tənbəlliyi. Mənim ağzımda, dodağımda, dilimdə, çənəmdə tənbəllik var. Bunu anlamayacaq qarşı tərəf. Artikulyasiya deyəndə anlamayacaq. Və biz nə etməliyik? Nə qədər dərinləşdikcə mövzunu sadələşdirə bilmək qabiliyyətini formalaşdırmalıyıq. Bilgimiz hər gün dərinləşir. Artıq 5 yaşlı uşağa belə bunu başa sala bilirik. Einstein'in bir ifadəsi var idi, deyirdi ki, 5 yaşlı uşağa başa sala bilirsənsə, deməli sən o mövzunu dərindən bilirsən. Eynən. Bəli. Və nə qədər o mövzunu terminlərlə izah eləməyə çalışırıqsa, o qədər özümüzdən uzaqlaşırıq, öz fikirlərimizdən uzaqlaşırıq. Terminlərlə danışmaq demişkən, bəs robot kimi danışmaq necə? Salam. Bugün mən Zaur Cahangirov sizin qonağınızam. Nitqin nə qədər sürətli olması problemdirsə, nitqin yavaşlaması da problemdir. Xüsusilə sürətin bu qədər çox olduğu bir dövrdə. Sürət yox ha, sürət. Onu səhv dedim. Səhv deyə bilərik, düzdür? Hətta bu hissəni montaj eləməliyik. Sürət yox, sürət. Çünki natiqlər də səhv eləyir. Bu gün mən natiqlərin nitqlərinə də qulaq asanda onların hər hansısa bir sözü yanlış dediyinin şahidi oluram. Çünki biz şifahi nitqi daşıyıcılarıyıq. Bəli. Biz səhv edə bilərik, amma düzəltmək şərti ilə. Robot kimi danışmağı aradan qaldırmaq istəyiriksə, xüsusilə fasiləyə diqqət yetirməliyik. Sürətli danışsaq belə, danışığımızın içərisində hər hansısa bir sözü qabartmalıyıq. Məsələn, salam, hər vaxtınız xeyir olsun. Bu gün sizin qarşınızda mən fərqli mövzulara toxunacağam. Toxunduqdan sonra məsələləri inkişaf etdirməyə çalışacağam
və ən əsası inkişaf etdirdiyim prosesləri sizə çatdıracağam. Yəni demək istəyirsiniz ki, sözün içərisində vurğu olduğu kimi cümlənin içində də vurğu olmalıdır. Cümlənin içərisində də vurğu olmalıdır. Hətta natiqlikdə buna indi deyəcəksiniz termindən danışıram. Onu izah eləyəcəm. Anadiploz deyilən bir texnika var. Anadiploz nədir? Bir cümlənin sonundakı ifadə digər cümlənin əvvəlində təkrarlanır. Aha, maraqlıdır. Qadın. Güc hakimiyyətdir. Hakimiyyət bizim özümüzü ifadə etmək tərzimizdir. Özümüzü ifadə etməyimiz özünə güvənimizdir. Özünə güvənimiz insanlara aparan yoldur. İnsanlara aparan yol yaxşı danışıqdan keçir. Gördünüz? Bir cümlənin sonunda olan ifadəni digər cümlənin əvvəlində təkrarladım. Belə olacağı təqdirdə mən cümləyə vurğu qatdım, məntiqi vurğu qatdım, fasilə qatdım və sözün əsl mənasında maraqlı bir intonasiya yarandı. Zar bəy, fasilə demişkən, mən sizin də bəzən danışıqlarınıza, digər natiqlərə də fikir verirəm. Danışanda parazit səslərdən istifadə olunmur. Və o parazit səslərdən istifadə olunmamasını təmin etmək üçün, belə. Yəni bu ifadələri, bu səsləri çıxartmamaq üçün xırda fasilələr verilir nitqinizdə. Mən fikir vermişəm və sizin tələbələrinizdə də fikir vermişəm, hamısına baxıram. Deməli danışır, tutaq ki deyirəm. Biz bu gün podkast çəkəcəyik. Əslində orada belə bir səs olmadı. Biz bu gün podkast çəkəcəyik. O səsi çıxmamaq üçün ortada 1 saniyə fasilə olur. Əslində ən güclü natiqlik elə səsinin çıxmaması üçün çalışmaqdır. Necə? Çünki sən fasilə verə bilirsən. Fasilə verəndə nəfəs almaq üçün şans qazanırsan. Salam, hər vaxtınız xeyir olsun. Dayandım. Bugün yox ha. Bugün sizin qarşınızdayıq. Düşünürəm ki demədim. Bəli. Düşünürəm ki təsir eləyə biləcəm. Ların aradan qaldırılması üçün nəfəs məşqlərini çox eləməliyik. Diafraqmadan nəfəs almalıyıq. Gücləndirməliyik. Üstəgəl də söz ehtiyatımızı artırmalıyıq. Söz lüğətimiz, ehtiyatımız, dağarcığımız çox olmalıdır. Çox olsun ki, ardıcıl ifadələri səsləndirə bilək. Sözlərin koordinasiyasını qura bilək. Mətnləri formalaşdıra bilək. O zaman Aşığın sözü qutaranda dalay deyir. O dalay o, u deyə bilərik. Təbii ki, elə adam var ki, həddindən artıq çox sözü var və düşünür. Həmin anda deyir ki, düşünməyinə kömək olsun. Bəli. Belə hallar da var. Sadəcə vaxt qazanır. Həmin insan, bəli. Yəni hər dəfə deyə bilmərik ki, Aşığın sözü bitib. Aşığın sözü var. Bu dəfə artıq Aşığın sözü Araz aşığındandır. Araz aşığından Kür topuğundandır. Biraz fərqli bir detaldır. Birisi də aşıq daha çox bu dizimizə yaxın olan hissədir və ora qədər danışa bilirik. Dizimizdən yuxarı danışmaq istəyirsə, ıları aradan qaldırmalı, yəni nəfəsimizi və söz ehtiyatımızı gücləndirməliyik. Zar bəy, mən çox vaxt fikir verirəm, yüksək mövqe sahibləri deyək, bəzən həkimlər olsun, iş adamları olsun, baxırsan ki, adam ali təhsilli, professordur və s. və ilə axır, amma danışa bilmir. Bir növ el arasında dilə, 2 kəlməni bir-birinin ardına qoşub deyə bilmir. Yəni deyim ki, savadsız da deyil. Adam professordur. O səviyyəyə gəlib çatmaq üçün, yəni bizim bildiyimizdən qat-qat çox bilməlidir. Amma danışa bilmir. Mən ondan yaxşı danışıram. Mən sual verə bilərəm bu dəfə. Buyurun. Məktəb bizə nəyi öyrədir? Məktəb bizə əzbərləməyi yoxsa bilik öyrədir. Hətta çox maraqlı bir fikir oxudum. Deyir ki, məktəb həyatın simulyasiyasıdır. Məktəb bitirən nə olur? Bilikli. Düzdür? Sonra nə olur? Ali təhsilli. Ondan sonra nə olur? Master dərəcəsinə sahib olan bir ustad. Bəli. Ustad sonra fəlsəfə doktoru olur. Fəlsəfə. Elmi dərəcələr yavaş-yavaş artır, dosent, professor, akademik olaraq irəliləyir. Nə baş verir? Bilikli bir insan çevrilir. Belə. Bəs kənddə, kəsəkdə bir şəxs var, görürsən ki, özünü gözəl ifadə eləyir, fikirlərini aydın çatdırır, səlisdir. Bəzən baxırsan ki, atalar sözləri ilə danışır, bəzən aforizmlərlə danışır. Şeirlər bir-birinin ardına. Nağıl danışır, hekayə danışır. Onun nəyi var? Bacarığı. Natiqlik nədir? Sənətdir. Sənət nədir?
bacarıq tələb edən bir sahə. Sahə. Deməli mənim biliyim bacarıqla harmoniyada olanda effektiv olur və təsirli olur. Düzdürmü? Aha. Deməli mən məktəbdə, universitetdə əldə etdiyim bilgiləri toplumda bacarığa çevirməliyəm. Ünsiyyətə çevirməliyəm. Mən Arifi tanımıramsa, Ariflə ünsiyyət qurmuramsa, danışmıramsa, mən deyə bilmərəm ki, mən bilikliyəm, savadlıyam. Çünki Arifin məcburiyyəti yoxdur ki, məni dinləsin. Mənim biliyim var özümə görə. Arifə görə necə ola bilər? Gərək Arif olaq. Aha. Düzdürmü? Çox gözəl. Onda belə bir nəticəyə gəlirik ki, bu bacarıqdırsa, sənətdirsə, bunun üzərində çox çalışmalıyıq. Ütüləməliyik. Bəli, ütüləməliyik. Aha. Yəni ütünü bir dəfə çəkəndə qırış açılmır. Açılmır. Bəli, Bir dəfə gərək bir neçə çəkirsən, dəfə. açılmır. Xüsusilə elə adam var ki, ütüsü yaxşı deyil, parlı deyil. Aha. Biz nəyə görə deyirik ütü? Çünki ütü ünsiyyətin təkmilləşdirilməsi üsullardır, bizim şirkətin də adıdır. Və hər dəfə də vurğulayırıq ki, ütüləmək lazımdır. Mənə sual verirlər ki, ütüləyəndə tam düz olmayacaqmı? Tam səlis olmayacaqmı? Aha. Ona ehtiyac varmı? Yenə də qırış qalacaq. O sualı Aha. verəcəydim. Hər Bəli. şey səlismi olmalıdır? Xeyr, hər şey səlis olmalı deyil. Diksiyaya sahib olmalıyıq. Bəzən deyirlər, haqqı bilməlisən, amma hər dəfə haqqı deməməlisən. Məsələn, mən Azərbaycan dilində səlis danışmağı bilməliyəm, amma hər yoldan keçəndən Azərbaycan dilində danışmadığına görə səhv tuta bilmərəm. Bəli. Bir maşın ustası ilə söhbət edirəmsə, o Azərbaycan dilində danışmırsa, mən deyə bilmərəm ki, sən niyə Azərbaycan dilində danışmırsan axı? Belə bir fikir səsləndirə bilmərəm. Haqqım yoxdur. Deməli mən bilməliyəm, istifadə etməliyəm, yaymalıyam. Amma bütün insanlar Azərbaycan dilində səlis danışmalıdırmı? Xeyr. Çünki hər bir şəxsin funksiyası fərqlidir. O Azərbaycan dilinin daşıyıcısıdır, yayanı deyil. Aha. Durum budur. Bəli. Maşın ustası öz müştəriləri ilə rus dilindəki olan varvarizmlərlə danışır bəzən. Bəli. Çünki o müştəriləri elə anlayır onu. Aha. Deməli bizim üçün maraqlı olan səlislik, bizim üçün maraqlı olan səlislik ünsiyyət bacarığıdır. Ünsiyyət aydınlığıdır, rəvanlığıdır, təsirliliyidir. Bəzən adamlar niyə inandırır? Çünki diksiya maşının 4 təkərindən biridir. Düzgün tələffüzlə danış, səsin yaxşı olsun, aydın olsun, əla dəyişik. Bu 4 təkərdən biridir. Digər təkərlərdə var. İnandırmaq, idarə edə bilmək, qarşı tərəfin psixologiyasını bilmək, onu anlamaq, empatiya qurmaq. Axı ünsiyyət psixologiyası, təqdimat bacarıqları, ritorik qabiliyyət də var. Bunu sadəcə diksiya ilə məhdudlaşdıra bilmərik. Adam Azərbaycan dilində əgər düzgün tələffüz qaydalarını bilmirsə, məni inandırsın əsas. Bu gün mənə Facebookdan bir nəfərə yazıb, qeyd edir ki, adam Azərbaycan dilinin qayda və qanunlarını bilmir və biz ona natiqlik təlimləri keçirik. O zaman nə qazanacaq? Siz bilirsiniz bizim təlimlərə gələnlər nə istəyir? Aha. Özlərini ifadə eləmək. Bəli. Sadəcə mən danışım. Aha. Mənə qulaq assınlar. Təbii ki, bunun üçün Azərbaycan dilini bilmək vacibdir, önəmlidir. Sadəcə onunla məhdudlaşmayıb. Mən bu gün Azərbaycan dilinin leksik, qrammatik və fonetik normasını bilib yalnız yaşayıramsa toplumda, deməli mən ünsiyyət qaydalarını bilmirəm. Belədir. Deməli mən sadəcə biliklə məhdudlaşmışam, onu qabiliyyətə çevirə bilməmişəm. Bayaq çox gözəl bir ifadə işlətdiniz. Dediniz ki, maşın ustası ilə maşın ustası kimi danışırsan. Aha. Bir natiqlə danışanda natiq kimi danışmağa çalışırsan. Aha. Necə mən indi sizlə o tərzdə danışmağa Bəli. çalışıram. Nə dərəcədə alınır, onu sonra deyərsiniz. Təşkildə amma. İnşallah. Belə deyim, mən əvvəl şəhərdə işləyirdim. Bu işimizi qurmamışdan öncə şəhərdə işləyirdim və şəhərdə biraz yüksək təbəqə ilə, zaten təbəqələrə bölünüb cəmiyyət, daha yüksək bir elit təbəqə ilə çalışırdım və onlarla təbii ki, bəy, xanım, buradan əyləşmə, oradan əyləş və s. Sonra işimi dəyişdim və biraz şəhərdən kənara getdim və şəhər ətrafındakı müştərilərlə də eyni tərzdə danışmağa başlayırdım. Müdir mənə yaxınlaşdı, dedi Arif, burada belə danışıq keçmir. Yəni bu müştərilər onu səndən tələb etmir. Özü çox yorma. Yəni rahat ol. Necə gündəlik həyatda danışırsansa, bunlardan da elə danış.
Yəni bunlar səndən o yüksək mədənliyi, o yüksək Azərbaycan dilinin o yüksək formada leksik, qrammatik, fonetik normalarını tələb eləmir. Bəli, yəni bunlar sadə cəmaatdır. Sadə cəmaatla sadə dildə danış. Və çox maraqlı bir məsələ var. Mən 10.000, 15.000, 20.000 söz bilməliyəm. Hal-hazırda fikir verdiniz, podkastımızın əvvəlində lətafət, məlahət tipli ifadələrdən istifadə elədim. Amma gedib gündəlik həyatda mən Sədirəydə məsələn hər hansısa bir əşya almağa getmişəm. Necə lətafətli məhsul? Orada deyim ki, çox lətafətli məhsulunuz var. Nə gözəl camalı var bunun. Təbii ki, mən belə dəli kimi qəbul edəcək. Saçının reaksiyası. Sən aktyorsan, sən hal-hazırda dram əsərini mi oynayırsan və s. belə bir fikir səsləndirəcək. Çünki o məni qəbul etməyəcək. Deməli, onda dilini öyrənməliyəm. İndiki auditoriyamızda dilini öyrənməliyəm. Və intellektual cəhətdən özümü ifadə etməyi bacarmalıyam. Bəzən isə ən cahil insandan belə zəif çıxış eləməliyəm. Bu bəlkə də ən böyük natiqlikdir. Bəli. Əsas odur danışaq, susmayaq. Hötəyə məşhur bir ifadəsi var. Deyir, danışmaq bir ehtiyajdırsa, dinləmək bir sənətdir. Birinci dinləməkdən başlayaq. Sonra düşünək, dinlədiklərimizi düşünək, ondan sonra danışaq. Amma danışanda da bir şey yadda saxlayaq. Susmaq qızıldır deyiblər. Doğrudurmu? Elə deyiblər. Deyiblər də, düzdür? Aha. Mən deyirəm ki, susmaq qızıldır deyiblər, danışmaq gümüşdür. Biz isə susmağı elə qızıl olaraq saxlayaq, danışmağı brilyant eləyək. Brilyant. Artıraq, səviyyəsini qaldıraq. Biz danışanda insanlar zövq alsınlar. Günlərin bir günü bülbüllə tutuquşu eyni yarışmada bir mahnı ifa eləyirlər. Tutuquşu gəlir, çox gözəl səslə mahnı oxuyur. Aha. Təqlid eləyir. Bülbül isə öz səsi ilə insanlara təsir edə bilir. Axırda münsif heyəti bülbülü qalib seçir. Hətta bülbülün səsi tutuquşunun səsinə nisbətən biraz zəif idi. Tutuquşu başlayır etiraz etməyə. Axı mən daha yaxşı oxudum. Axı mən daha yaxşı çıxış elədim. Münsif heyəti belə bir cavab verir. Deyir ki, həmin bülbül bu gün yaxşı çıxış eləməsə də öz səsi ilə danışırdı. Bəli. Özünü ifadə eləyirdi. Özü idi. Amma sən başqalarını təqlid eləyirdin. Bu sualı mənə tez-tez verirlər ki, danışarkən kimlərsə təqlid eləməliyik? Cavabım belə olur. 10 yaxşı danışan insandan hərəsindən bir xüsusiyyəti götürək, özümüzü yaradaq. Bəli. Özümüzü formalaşdıraq ki, daha yaxşı danışan insanlardan biri olaq. Və biz danışana deməsinlər ki, onun danışığı X adlı şəxsin danışığına bənzəyir. Qoy desinlər ki, sənin danışığına X adlı şəxsin danışığı bənzəyir. Zahir bəy, podkastımızın sonuna yaxınlaşırıq. Bu CC məşqindən öncə bir dənə də sual verim. Yavaş-yavaş yekunlaşdıraq. Siz natiqlik təlimçisiniz. Bu arada Zahir bəyin Instagramında indi yerləşdirəcəyik. Ekranda görəcəksiniz, müraciət edə bilərsiniz. Təşəkkür edirəm. Müəllim olaraq da çox yaxşı müəllimsiniz. Yəni bunu belə deyim, bir tanış olduğumuz üçün demirəm. Mən izləyicilərim də özləri də bilir ki, mən hər adamı bir növ belə deyək, reklam eləmirəm. Bu reklamdır, bəli. Açıq mən deyirəm ki, Zahir müəllim çox yaxşı müəllimdir. Buna hardan qənaətə gəlmişəm? Tələbələrindən. Tələbələri də bizim studiyamıza gəlir, çəkiş eləyir. İnsanların danışığına baxıram, əvvəlki danışığına baxıram və indiki danışığına. Zahir bəyin elə öz əvvəlki danışığına da baxıram, indiki danışığına da baxıram. Yəni yerlə göy qədər fərq var və məsləhət görürəm həqiqətən. Şəxsən mən Arif Qərib olaraq məsləhət görürəm Zahir bəyi. Zahir bəy, sizə ən çox minnətdaram. Ən çox sizə kimlər müraciət edir? Belə sadə cəmaət, yoxsa hər hansı bir müəyyən bir səviyyəyə çatmış insanlarmı? İdarəçilər olur, müəllimlər olur, psixoloqlar, koçlar, ən çox bu sahədə olan şəxslər müraciət eləyir. Çünki onlar auditoriyada çox olurlar. Çıxışlar eləyirlər. İnsanlara təsir etmək imkanları daha fərqlidir. Bilirlər ki, çıxış eləyiblər, yaxşı alınmayıb. Bəli. Gedək danışığımızı, nitqimizi yaxşılaşdıraq, yenidən daha effektiv çıxış edək. Yəni danışıq tələb olunan insanlar. Bəli. Məsələn, müəllimlər hal-hazırda müxtəlif konfranslarda çıxış eləyirlər. Bir dəfə çıxış eləyir, görür təsir eləyə bilmir. Gəlir. Bəli. İdarəçidir. Gedir işçilərin yanında danışır. Görür ki, mən danışıram, özüm üçün danışıram. Nəsə təsirli deyil. Əvvəllər buna ehtiyac yox idi. İndi isə artıq
dinləyən şəxs, işçi gözəl, məlahətli bir səsi eşitmək istəyir. Təsirli nitq eşitmək istəyir. Bu gün xüsusilə konfranslarda çıxış edən tələbələrimizə görəndə mən həddindən artıq sevinirəm. Hətta bir neçə dəfə ağladığım da olub sonradan. Çünki adam danışır və sən bir müəllim kimi baxırsan və zövq alırsan. Qürurlanırsan ki, ola bilər onun hər hansısa bir hərfi səhvdir, ola bilər o yenə də səhvlər eləyir, amma təsir eləyə bilir. Və təsir eləyəndən sonra düşünürsən ki, sənin də burada bir xırda da olsa əməyin var. Sən ona individual yanaşmısan, onun şəxsi problemlərini anlamısan. Bu gün çox təəssüf ki, nitqimizin problemləri başqa sahə ilə də əlaqəli ola bilər. Məsələn, mən bu gün yaxşı yatmamışam, bu təsir eləyir. Və yaxud da mənim sağlamlığımda problem var, bu təsir eləyir. Hətta bəzən deyirəm, yaxın insanımızla əlaqəmizi kəsmişik, emosional durumumuz yerində deyil, təsir eləyə bilir. Bunların hər biri natiqlik bacarığının önəmli komponentlərdir. Ona görə bu gün ən böyük arzum nə olardı? Psixoloji olaraq hazır olaq. Psixoloji hazırlıq və diksiyanı yanına, belə deyək də, bir natiq necə olmalıdır? Psixoloji hazırlıq, diksiya qabiliyyəti, yanına ritorik bacarıq, hazır cavablıq, təsir etmə imkanları, vizuallıq və hekayələşdirmək qabiliyyəti. Bunları qoy, keyfiyyətli bir natiq olacaq. Və gəldik videonun əvvəlində dediyimiz o C məşqinə. Yəni indi sizdən bir müəllim kimi, bayaqdan tərifləyirəm müəllim olaraq, indi izləyicilər buraxıram sizi baş-başa. C-ni bizə deyin ki, necə eləyək? C deməyək, C deməyək. İzləyicilərə baxıram. İstəyir sonra baxın, istəyir mənə baxın. Yəni C. Sadə üsulla. C-ni, C-ni niyə deyirik? Çünki dilimiz dişimizə dəyir. Dilimiz dişimizlə təmasdadsa, dilimiz dişimizlə təmasdadırsa, C və C səsləri çıxacaq. Amma bunu təkmilləşdirmək istəyiriksə, çox fərqli detallar var. Sadə üsulla deyirəm. Dilimizi yuxarı sərt damağa doğru aparırıq. C. Birbaşa apara bilmiriksə, nə edirik? Dja və yaxud da tşa məşqlərindən istifadə edirik. Dja və tşa. C səsini tələffüz eləmək istəyiriksə, dja. Çənəmizi açırıq ha. Cavid də deyil ha. Bu arada onu da deyim. Gəldim, getdim də deyil. Cavid dedi. Cavid. Dja. Bəli. Bir də tşada necədir? T-ş-a. T-ş-a. Çadır. Çay deyil ha. Çaydır. Orada da ç-nı çığlaşdırmayaq. Yəni dilimizi lap yuxarı aparsaq, yumşaq damağa doğru aparsaq, problem yaranacaq. Təbii ki, bir daha qeyd edirəm. Mən natiqlik təlimləri keçən bir şəxsəm. Ola bilər ki, adamın ağız aparatında başqa problemlər olar. Bu artıq loqopedik problem olduğu üçün həmin şəxs loqopedlə işləsə daha effektiv nəticə əldə edir. Çox gözəl Zahir bəy, minnətdaram. Təşəkkür edirəm. Vaxtınızı ayırdınız. Dəyərli izləyicilərimizi maarifləndirdik. Az çox nə qədər alındısa, indi şərhlər bölməsində özləri qeyd edərlər. Əlavə suallarınız da yaransa, Zahir bəyin Instagramına, Ütünün səhifəsini qeyd edirik Instagramına. Orada yaza bilərsiniz, şərhlər bölməsindən yaza bilərsiniz. Zahir bəy özü şəxsən izləyəcək podkastın altını. Özü də cavablandıra bilər və yaxud da soruşaram, mən cavablandıraram. Heç bir problem yoxdur. Əsas odur. Yazın, əsas odur. Öyrənməyə çalışın. Nə suallarınız varsa bizə yaza bilərsiniz. Bir yerdə öyrənək, bir yerdə təkmilləşək və yaxşı danışan insanlara çevrilək. Bu o demək deyil ha, biz natiq olaq. Ən azından özümüzü ifadə eləyə bilək. Bəli. Hədəf budur. Belə izləyicilər, bir podkastımızın daha sonuna gəldik. İnşallah ki, bu podkast sizə yararlı oldu və nələrsə öyrənə bildiniz. Videonu bəyənərək, şərh yazaraq və dostlarınızla paylaşaraq bizə dəstək ola bilərsiniz. Bu arada abunə də olun, il sonuna qədər 200 min abunəyə çataq. Bir şey qalmayıb. Görüşərik inşallah. Özünüzdən müğayət olun. Allah'a əmanətsiz.